İkinci iştirak. Əmir Məncər. Sentyabrın 29-da korpusun əməliyyat bölməsinin uşaqları ilə döyüş bölgəsinə getdik. Yolda Həmədan korpusunun qərargahında biraz dayandıq. Günorta azanı idi. Korpus qüvvələri ilə döyüş bölgəsinə gedən qardaş Bürocerdini orada ziyarət etdik. İbrahim azan verirdi. Uşaqlar namaza hazırlaşırdılar. Onlarda qəribə mənəvi hal yarandı. Məhəmməd Bürocərdi dedi: "Əmir ağa, bu İbrahim haralıdır?" "Öz məhəlləmizdəndir, Xorasan meydanından." Gözəl səsi var. Onu bir-iki dəfə cəbhədə görmüşəm. Cəsarətli gəncdir. Mümkün olsa onu Kermənşaha, bizim yanımıza gətir. Cəmaat namazından sonra yola düşdük. İkinci dəfə idi, Sərpol Zəhaba gedirdik. Əsxər Vüsali çox rəşadətli və qorxmaz komandirlərdən idi. O gələndən sonra bölgədə bir qədər sabitlik yaranmışdı. İbrahim onu çox sevir və həmişə deyirdi: "Əsxər kimi cəsarətli, qorxmaz və təşkilatçı bir partizan görməmişəm." O hətta həyat yoldaşını da cəbhəyə gətirib. Özünün silah anbarına bənzəyən peykan avtomobili ilə bütün cəbhələrə baş çəkir. Əsxər də İbrahim haqda yüksək fikirdə idi. Bir dəfə kəşfiyyat və əməliyyat planı olanda İbrahimə dedi: "Hazırlaş, kəşfiyyata gedək." Əsxər kəşfiyyatdan qayıdanda dedi: "Mən inqilabdan öncə Livanda vuruşmuşam. Kürdistandakı bütün döyüşlərdə iştirak etmişəm. Bu gənc isə heç bir hərbi təlim görmədən belə məharətlidir və hərbi sirləri çox yaxşı bilir." Məhz buna görə də əməliyyatlarda İbrahimdən yardım alırdı. Onlar bir hücumda heç bir itki vermədən düşmənin 8 tankını partladıb çoxlu canlı qüvvəsini əsir tutdular. Əsxər Vüsali Əbuzər qarnizonunun binalarından birini könüllü döyüşçülərə verdi. Onları lazımi bölüklərə ayırıb şəhərdə nizam-intizam yaratdı. Şəhər bir qədər qaydasına düşəndə İbrahim digər döyüşçülərlə birgə Zorxana idmanını təşkil etdi. Hər gün səhər çağı bir qazanla zərb vurub isti nəfəsi ilə oxuyur, Əsxər də miyandar olurdu. Jeyid silahı Zorxana milini əvəzləyirdi. Top mərmilərindən və digər silahlardan da idman alətləri hazırlamışdılar. Komandirlərin biri deyirdi: "O günlərdə şəhərdə qalan əhalinin çoxu, habelə tibbi işçiləri və döyüşçü uşaqlar səhərlər Zorxanaya gəlirdilər. Beləliklə, onlar şəhərə həyat və ümid ruhunu qaytardılar." İbrahim həqiqətən böyük insan idi. İmam Sadiq əleyhissalam buyurur: "İnsanın gördüyü hər yaxşı işə bir savab təyin olunub. Gecə namazından başqa. Bu namaz o qədər əhəmiyyətlidir ki, Allah onun savabını bəlli etməyərək buyurmuşdur. Onlar ibadət üçün yataqlarından qalxar. Qorxu və ümid içində Rəbbinə dua edər və onlara verdiyimiz ruzilərdən sərf edərlər. Etdikləri əməllərin mükafatı olaraq onlar üçün göz oxşayan nə cür nemətlər gizlənib saxlandığını heç kəs bilməz." Səcdə surəsi 16-17. Sərpol Zəhabda qaldığımız qısa müddətdə İbrahim adətən sübh azanına 1-2 saat qalmış yuxudan oyanır, uşaqlara baş çəkmək adı ilə istirahət yerindən uzaqlaşırdı. Mən şübhə etmirdim ki, o gecənin oyaqlığından həzz alır və gecə namazı qılır. Bir dəfə sübh azanına 1 saat qalmış çətinliklə bir qab tapdı. Qüsul verib gecə namazı qılmağa hazırlaşırdı. Təsbih zikri. 1980-ci ilin oktyabr ayının 2-si idi. İbrahim 2 gün idi yoxa çıxmışdı. Xəbər öyrənmək üçün Müharibə Əsirləri Komitəsinə getdim, amma faydası olmadı. Gecənin yarısına qədər çox narahat halda oyaq idim. Ən səmimi dostumdan heç bir xəbərim yox idi.
Sübh namazından sonra bayıra çıxdım. Əbuzər qarnizonuna baş çəkib qəribə sükut çökdüyünü gördüm. Həyətdə torpağın üzərində oturdum. İbrahimlə bağlı bütün xatirələrim gözlərim önünə gəlirdi. Hava hələ işıqlanmamışdı, birdən səs gəldi. Qarnizonun qapısı açıldı və bir neçə nəfər içəri girdi. Havanın alaqaranlığında gözümü onların üzünə dikdim. Birdən diksinib yerimdən qalxdım. Özü idi. Onlardan biri İbrahim idi. Qaçdım və onunla görüşüb qucaqlaşdıq. O anın sevinci vəsvə sığmaz. Bir qədər sonra uşaqlarla birgə oturmuşduq. İbrahim həmin 3 gündə baş verənləri danışdı. Bir maşınla irəli getmişdik. İraqlıların haraya qədər gəldiklərini bilmirdik. Bir təpənin yanında mühasirəyə düşdük. 100-ə yaxın düşmən təpədən və düzənlikdən bizə atəş açırdı. Beşimiz də təpənin yanında bir çalaya uzanıb atəş açmağa başladıq. Axşama qədər müqavimət göstərdik. Hava qaralanda onlar geri çəkildilər. Yoldaşlarımızdan yolu tanıyan 2 nəfər şəhid oldu. Biz səngərdən çıxdıq. Ətrafda heç kəs yox idi. Təpənin arxasındakı ağacların arasına girib şəhidlərin cəsədini gizlətdik. Yorulmuş və acmışdıq. Günəşin batdığı istiqamətdən qibləni təxmin edib namaz qıldıq. Namazdan sonra yoldaşlarıma dedim. Bu problemi aradan qaldırmaq üçün Həzrət Zəhra Səlamullahi əleyhə təsbihini zikr edin. Qızı çox çətinlikdə olanda Peyğəmbərimiz bu zikri ona öyrətmişdi. Zikirdən sonra qabaqki səngərə qayıtdıq. İraqlılar yox idilər. Bizim sursatımız da az idi. Birdən təpənin yanında bir neçə düşmən ölüsünü gördüm. Onların silahlarını, patronlarını və əl qumbaralarını götürdük. Yeməyə də bir şey tapıb yola düşdük. Lakin haraya getməli olduğumuzu bilmirdik. Hava qaralmışdı və ətrafımızda geniş düzənlik vardı. Əlimdəki təsbihlə daim zikir deyirdim. Yorğun, qaranlıq gecə, özü də düşmənlərin arasında. Lakin çox soyuqqanlı idik. Gecənin yarısı düzənlikdə torpaq bir yol tapıb getməyə başladıq. Böyük bir posta çatdıq. İçəridə radar da var idi. Səngərlər də görünürdü. Oranı bir neçə gözətçi qoruyurdu. Biz harada olduğumuzu bilmirdik. Qayıtmağa, sağ qalacağımıza ümidimiz yox idi. Buna görə qəribə bir qərara gəldik. Sonra təsbihlə istixarə etdim və yaxşı gəldi. Biz də işə başladıq. Allahın köməyi ilə əl qumbarası və avtomat güllələri ilə o postu dağıtdıq. Radarı zərərləşdirəndən sonra üçümüz də oradan uzaqlaşdıq və yolumuza davam etdik. Səhərə yaxın təhlükəsiz bir yer tapıb bütün günü istirahət etdik. İnanılası deyildi. Çox soyuqqanlı və sakit idik. Hava qaralanda yenə yola düşdük və Allahın köməyi ilə öz mövqelərimizə çatdıq. Sonra İbrahim əlavə etdi. Bu müddətdə bizim yaşadıqlarımızın hamısı Allahın lütfu idi. Həzrəti Zəhra Səlamullahi əleyhə təsbihinin zikri bizim çoxlu problemlərimizi həll etdi. Düşmən də imansız olduğuna görə bizimkilərdən qorxur. Biz nizamsız döyüşləri bacardığımız qədər artırmalıyıq.